Erməni terrorizmini ifşa etmək məqsədi ilə Rusiyada armenianterrorizm.com saytı yaradılıb. Bu barədə məlumat verən Rusiyanın tanınmış ziyalısı, siyasi analitik Oleg Kuznetsov hesab edir ki, erməni terrorizmi bəşəriyyət üçün ciddi universal təhlükədir. Армянского терроризма не существует ни географических границ. Erməni terrorizmi nə coğrafi sərhədlər, nə dövlət sərhədi, nə dil, nə də ki din bariyeri tanıyır. Ermənilər 1975-1983-cü illərdə 22 ölkədə 370-ə yaxın terror aktı törədiblər. Erməni terrorizmi bəşəriyyət üçün ciddi universal bir təhlükədir. Bunu daha çox oxucuya çatdırmaq üçün bu monoqrafiyanı yazdım. Oleg Kuznetsov beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı məsələlərin araşdırılması üzrə MDB məkanında tanınmış mütəxəssislərdən biridir. Onun müəllifi olduğu 20-ci əsrdə transmilli erməni terrorizmi, tarixi kriminoloji tədqiqat kitabı da erməni terrorizminin mahiyyətindən bəhs edir. Kitabda Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətlər haqqında məlumatlar da yer alıb. Oleg Kuznetsovla keçirilən görüşdə Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirdi ki, fondun Dünya Elmi Azərbaycanda layihəsi çərçivəsində təşkil etdiyi bu görüş Azərbaycan tarixinin daha dərindən tədqiqi və erməni terrorizminin dünyaya tanıdılması baxımından əhəmiyyətlidir. Qonaq isə erməni terrorizmi ilə bağlı apardığı araşdırmalar barədə məlumat verdi. Bildirdi ki, uzun müddət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri araşdırıb. O, həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edib və kitabda hadisələrin real təsvirini yaratmağa çalışıb. Rusiyalı alim onu da qeyd etdi ki, erməni terrorizmini ifşa etmək məqsədi ilə Rusiyada armenianterrorizm.com saytı yaradılıb. Müəllif bir həftədir ki, kitabın Azərbaycan auditoriyasına təqdim edilməsi üçün İsmayıllı, Oğuz, Qəbələ və Qax rayonlarında səfərdə olub. Cəmrə Nifəyeva, Zaur Ağamir xəbərlər.